Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib. Mərhum Qazax rayonunun Qarapapaq kənd qəbristanlığında şəhid oğlunun yanında torpağa tapşırılıb. Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilib. Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Qeyd olunub ki, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə orta yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Şübhəli hadisə yerindən qaçıb. Məlumata görə çobanlar onu örüş sahəsinə gedərkən görüblər. İlkin məlumata görə hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hazırda hüquq mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Gəncədə 36 yaşlı qadın bıçaqlanıb. Şəhər sakini Aygün İsmailova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Polisin keçirdiyi tədbirlərlə Aygün İsmailovaya kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 40 yaşlı Ruslan Novruzov saxlanılaraq istintaqa təhvil verilib.